Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək Məcəlləsinə təklif edilən və artıq Milli Məclisə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən minimum əmək haqqı məbləğində ildə ən azı bir dəfə baxılacaq. Bununla bağlı Milli Məclis deputatı Vüqar Bayramov fikirlərini bölüşüb. Onun sözlərinə görə bu deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrlük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamında da gələcək. Minimum əmək haqqı məbləğinə baxılması daha kimlərin maaşları artacaq? Minimum əmək haqqında artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsində maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif və əlçə maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühit mühafizəsi, mənzil qamal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıq artırma sahələrində çalışan dövlət qurğusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.